kütləsi 8 qram, aktiv uzunluğu 30 sm və cəryan şiddəti 0,2 amper olan cəryanlı naqil sapdan asılaraq 50 milli Tesla induksiyalı bircins maqnit sahəsində yerləşdirilmişdir. Tarazlıq vəziyyətində naqilə təsir edən amper qüvvəsini, ipin gərilmə qüvvəsini və ağırlıq qüvvəsini tapmaq lazımdır. Tarazlıq vəziyyəti deyirsə, deməli yuxarı doğru yönəlmiş qüvvələrin cəmi aşağı doğru yönəlmiş qüvvələrin cəminə bərabər olmalıdır. Maqnit sahəsində cəryanlı naqilə təsir edən qüvvə amper qüvvəsidir. Cəryanın istiqaməti müsbətdən mənfiyə doğru yönəlir. Cəryanlı naqilə təsir edən amper qüvvəsinin istiqaməti sol əl qaydası ilə təyin olunur. Qayda belədir. Sol əlimizi elə tutmalıyıq ki, 4 barmağımız cəryan istiqamətində yönəlsin. 90 dərəcə açılmış baş barmaq amper qüvvəsinin istiqamətini göstərəcək. Əgər orada X verilibsə, əlimizin tərsini ekrana tutmalıyıq. Onda amper qüvvəsi yuxarı yönələcək. İpin gərilmə qüvvəsi də yuxarıdır. MJ ağırlıq qüvvəsi isə aşağı yönəlir.